Qazax rayonundayıq. Şairlər yurdu olan böyük ziyalılarımızın yetişdiyi Yuxarı Salahlı kəndindəyik. Görək bugün Yuxarı Salahlı kəndində nələr baş verir? Nələrlə qarşılaşacağıq? Bəli, çox sevinirəm ki, bu kəndə gəldim. Çünki böyük şairimiz Səməd Vurğun buranın suyunla, torpağınla böyük. İlk şeirini bu kənddə yazır. Çox təəssüflər ki, bizi qarşılayan ilk olan bu ölmüş toyuqlardır. Və kəndin girəcəyinə girdikdə bu toyuqların burada, bu vəziyyətdə görməsi çox acı bir təəssürat yaradır bizdə. Bu boyda xəstəliklər gəzir, deyirik kuş gripi. Buradakı gözəl heyvanlarımız, kənd təsərrüfatı dediyimiz, tarixi bir qəbristanlığımız, niyə bu kökdədir? Budurmu bizim tariximiz? Tarixi biz beləmi saxlayırıq? Bu sualların cavabını almaq üçün kəndin nümayəndəsinin yanına Qazax rayonunun yuxarı ayın 20-sində biz burada çəkmişdik. Buradakı ağaçların necə və əşkəsinə kəsildiyini əziz izləyicilərimiz sizə təqdim etdik. Və bugün üstündən yalnız və yalnız çox qısa bir zaman keçdi. 5 gün. 5 gün içərisində nələr baş verdi? Kimlər cəzalandırdı? Kəsənləri tapdılarmı? Kəsənlərin arxasında kimlər idi? Onlar bu qanunsuz yolla biznes eləyib ciblərinə pullarımı qoyurdular. Yox, biz başqa şeylə qarşılaşdıq. Gəldik, yenə həmən yerə gəldikdə gördük, artıq ağaçlar yox. Necə deyəlim, öldürdük və basırdıq. Bugün ağaçların yerləri torpaqla şumlayaraq üstünü basırdılar. Nəyi basırdıq, hansı həqiqətləri basırdıq? Budurmu bizim insaniyyətliyimiz, budurmu bizim dövlətçiliyimiz? Biz dövlətə beləmi xidmət edirik? Yox, biz eləyirik Qaynar TV olaraq. Görək bunu bu pərdə arxasında kimlər dayanıb? Niyə belə tez qorxaraq axşamı gəlib bu qazılmış torpaqların içərisindəki ağaçların əzir? Əzir, bəli, əzir. Niyə? Basırmır, əzir. Niyə əzir? Buraxmamaq. Yox, iz var. Çünki bura Azərbaycandır. Azərbaycanda heç bir şey izsiz qalmır. Yenə biz araşdırmamızı davam edəcəyik. Və sonuna Qaynar TV olaraq biz nəticəsini sizlərə bildirəcəyik. Hörmətli izləyicilərimiz, Qaynar TV Qərb bölgəsinin müxbiri Əbülfəti Fəridə. Yuxar müəllim var, öz gələcək. Mədət çıldı oldu da, mədət yox. Uzaq gedəcək kəndə.